Salam. Bu gün sizə xəstəmin nəticəsi ilə tanış eləmək istəyərdim. Daxil olarkən xəstənin 6 yaşı var və təəssüflər olsun. 2 cür onurğada əyilmə varsa, bu qızımızda da 2 cür əyilmə var. Yana gedən əyilmə boynundan tam onurğanın belinə qədər qeyd olunur. 2-ci dərəcə. Və bu əyilmənin nəticəsində 2 fəsad. Çiyinlərin pozulması, simmetriyanın pozulması, sağ çiyin kəskin aşağı düşüb və sağ çanaq tini qalxıb. Arxaya olan əyilməmiz 1-ci dərəcədir. Və yanaşı gedən bizim qızımızda uşaqlıqdan vitamin D çatmamazlığı olur və orta, yəni ağırlığı da olub, rahit keçirib, sinə sümüyün batığı izlənilib. Mən indi sizə bu nəticələrimizlə tanış eləmək istəyərdim. Buyurun, yaxınlaşın. Çiyinlərimiz tam eynidir. Büküşlər tam eynidir. Halbuki daxil olanda sağ çiyini kəskin aşağıda idi. Hal-hazırda çiyinlər eyni, büküşlər eyni və ən birinci göstəricisi, simmetriyanın göstəricisi, kürək tinləri tam eynidir. Bizim əyilməmiz qızımızda boynundan tutmuş belə qədər soladır. Əyil bala. Bu da bizim bir kursun nəticəsi. Onurğamız mərkəzdədir. Sağlamlığınıza diqqətli olun.